Sosial müavinətlərin təyinatı ilə bağlı mühüm yenilik tətbiq olunacaq. Yenilik mayın 1-dən etibarən qüvvəyə minəcək. Yeniliyə əsasən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət, hamiləlik və doğuma görə müavinət, 3 yaşına qədər uşağa qulluğa görə müavinət, eləcə də dəfn üçün bir dəfəlik müavinət artıq praktik qaydada təyin ediləcək. Bu o deməkdir ki, vətəndaşların hər hansı quruma müraciət etməsinə, növbə gözləməsinə və ya sənəd toplamasına ehtiyac qalmayacaq. Bütün proseslər rəqəmsal şəkildə həyata keçiriləcək. Müvafiq hal baş verdikdə vətəndaşa təyinatla bağlı SMS bildirişi və e-sosial proqramında bildirişlə bölməsində məlumat göndəriləcək. Beləliklə, vətəndaşlar əlavə vaxt və səy sərf eləmədən, heç bir çətinlik yaşamadan bütün prosesi öz şəxsi kabinetləri üzərindən rahat şəkildə izləyə biləcəklər. Müəllimlərin sertifikasiyadan 2 dəfə keçmələri kifayətdir.